gözünden bir haber. Gafil uyan, gafil uyan. Seyyid İmadüddin Nəsimi Farsça divanında belə bir beyt buyurur. Elləti qayi zi əmr konfəkan mabudeyim. Cümlə əşyara həqiqət cism can mabudeyim. Tərcüməsi belədir ki, kun fəkan əmrindən illəti qayi biz olmuşuq. Həqiqətdə bütün nəsnələrin cism və canı biz olmuşuq. Kun fəkan ərəb dilindən ol və sonra oldu kimi hərfi tərcümə olunur. Quran-ı Kərimin 8 ayəsində keçən kun fəyakun kəlamından ləfzən dəyişikliyə uğramış bir iqtibasdır. Kun ərəbcə ol əmridir, fəyakun isə olur və ya olar feilidir. Bu ayələrin hamısında ortaq məzmun budur ki, Allah bir nəsnəni yaratmaq istədikdə ona ol deyər, bu da olar. Həzrəti Nəsimi də söyləyir ki, Allahın ol əmrindən ki, dediyi dərhal olur, illəti qayi bizik. Yəni biz deyəndə həqiqətpərvər insanları nəzərdə tutur. Bəs bu illəti qayi nə deməkdir? Böyük ədib Nasir Xosrov Quvadiyaninin farsça bir risaləsi var. Camil Hikməteyn. İki hikməti cəm edən kitab. Yəni iki dünyanın hikmətini. O risalənin əvvəlində kitabın təsnif səbəbi və adı başlığı bir fəsl açır və orada belə bir mövzuya toxunur ki, bu kitab hadisdir. Hadis yəni yeni, sonradan yaranmış, qədim olmayan. Hər bir hadisin hüdusu, yəni ortaya çıxması üçün 5 illət lazımdır. İllət burada səbəb mənasındadır. Ümumiyyətlə, qədim fəlsəfədə bir illiyyət, səbəblilik bəhsi var. Səbəbə illət, nəticəyə də məlul deyirlər. Və o 5 illəti bir dülgərin şah üçün taxt düzəlməsi misalı ilə izah edir. Birincisi, illəti failə. Yəni, edən, işi görən. Bu, dülgərin özüdür ki, taxtı düzəldir. İkincisi, illəti aləti. Yəni, taxtı düzəltmək üçün lazım olan mişar, rəndə və başqa alətlər. Üçüncüsü, illəti həyulani və ya illəti maddi. Yəni, taxtın düzəldiləcəyi taxta maddəsi. Dördüncüsü, illəti suri və ya illəti surəti. Yəni, taxtın surəti, görkəmi, görünüşü. Və nəhayət, beşincisi, illəti qayi, illəti tamamı da deyirlər ona. Qayi, qayətə mənsub olan deməkdir. Qayət, bir şeyin son həddinə, nəhayətinə deyirlər. Məqsəd mənası da uyğundur burada. Bu, tamamlayıcı səbəbdir. Yəni, padişahın əyləşməsi üçün taxtın lazım olmağı bu işdə illəti qayidir. Hikmət əhlinə görə sıra etibarı ilə birinci illət elə illəti qayinin özüdür. Çünki o olmadıqda digər illətlərin hazır olmasının bir mənası olmaz. O səbəbdən deyirlər ki, əvvəlül fikr, axırül əməl. Yəni, fikrin əvvəlindəki nəsnə işin axırında olandır. Dülgərin birinci fikri şah üçün bir taxt düzəltmək idi ki, işin axırında şah o taxta əyləşsin. Və müəllif söylüyor ki, bunları şərh etməkdə məqsədim odur ki, hər bir kitabın yazılmasında da həmin 5 illət vacibdir. İllət-i failə kitabın müəllifidir. İllət-i aləti qələm və onu yonan bıçaqdır. İllət-i həyulani kağız və mürəkkəbdir. İllət-i surəti söz və xutbələrdir. İllət-i qayi isə kitabda yazılan elmi axtaran şəxsə çatdırmaqdır. Və daha sonra buyurur ki, haqq dinin hikmət sahibləri zaman və məkan illətlərini də bunlara əlavə edib saylarını 7-yə çatdırıblar. Bunu da qeyd edim ki, Ərəstu, yəni Aristotel fəlsəfəsində bu illətlərin sayı 4-dür. İləli ərbə, yəni 4 səbəblər adı ilə məşhurdur. İllət-i aləti orada yoxdur. Əvvəldə aləmin yaradılışı, axırda Həzrəti insanın, yəni insanlıq xüsusiyyətlərini özündə ən mükəmməl şəkildə cəm etmiş insanın yaradılışına hesablanıb. Daha geniş desəm, Həzrəti insanı yaratmaq Allahın son qəsdi idi ki, ona qədər aləmi yaratmaqla zəmin hazırlamışdı ki, ona lazım olacaq hər şey mövcud olsun. Əlqərəz,
Ey aləmin gözü olan Həzrəti insan, özündən müqəyyət ol ki, Allah səni kitabında buyurduğu kimi kəramətləndirib, ən gözəl biçimdə yaradıb və yer üzündə öz xəlifəsi təyin edib. Nə badə ifrat və təfrit edəsən, yəni nə sənin üçün yaradılmış səndən məqamca əskik nəsnələrə satasan özünü, nə də ki, onları səndən aşağı olduqlarına görə qayğısız buraxasan. Bunu bilmək gərəkdir ki, kamilliyə yetişməyin naminə təbiət aləmi, yəni heyvanlar, bitkilər, cansız sandığın cəmadat hamısı sənin istifadənə verilib. Onlara qulluq etməsən məhv olacaqlar və sən də köməksiz qalıb yaradılışındakı əsas hədəfə, kamilliyə heç vaxt yetişə bilməyəcəksən. Onları öz vücudunun bir parçası hesab et. Özünü unudub ancaq onlara başın qatışsa, mənəvi tərəqqi bir yana, hətta tənəzzül edib onlardan daha aşağı mərtəbəyə düşəcəksən. Unutma ki, sultanın səltənətinin möhkəmlənməsi rəiyyətin rifahının artımından asılıdır. Bunu da yaddan çıxarma ki, qızıl nə qədər qiymətli olsa da, zərgər ondan çox-çox qiymətlidir. Çünki qızılın qiymətini o bilir. Gafil oyan, gafil oyan, gafil oyan.